Gəncə şəhərində 1984-cü il təvəllüdlü Vüqar qısqanclıq zəminində ögey bacısı Fidanı qətlə yetirib. Globalifo Az-Teleqraf OMA istinadla məlumat verir ki, Vüqar 1989-cu il təvəllüdlü ögey bacısı Fidanın müğənnilik fəaliyyəti ilə məşğul olmasını özü üçün alçaldıcı hərəkət hesab edib, o bacısını öldürmək qərarına gəlib. Bu məqsədlə 2023-cü ilin noyabrın 2-də səhər saat 7 radələrində bacısının Gəncə şəhəri Yeni Qəsəbədə yaşadığı binanın qarşısına gəlib, havanın işıqlanmasını gözləyib. Vüqar bacısının mənzildən çıxaraq binanın qarşısında gözləyən taksiyə yaxınlaşanda ona öz iradını bildirib. Fidan qardaşının onunla mübahisə etməsindən sonra yaxınlıqdakı polis şöbəsinə gedərək xəbər vermək istəyib. Vüqar Fidanın ardınca qaçaraq onu tutub və ona çoxsaylı bıçaq zərbələri vurub. Qadın hadisə yerində ölüb. İstintaq orqanı tərəfindən Vüqarın haqqında cinayət məcəlləsinin 122 xuliqanlıq niyyəti ilə adam öldürmə və 122 4-cü xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə maddəsi ilə ittiham elan olunub. Təqsirləndirilən şəxs əlavə edib ki, bacısı səs-küy edib, dava salıb və oradan uzaqlaşıb. Sonra qardaşı Məhmədlə bibim oğlu Rəfqan gəldi. Bizim danışıqlarımız alınmadı. Əfqanla heç bir söhbətimiz olmadı. O mehribançılıq yaratmaq üçün gəlmişdi. Bacım dəfələrlə gələrək evdə səs-küy salıb və gedib. Bununla bağlı polis şöbəsindən mənə zəngdə edilib. Gülnar və Sədə adlı şəxsləri tanıyıb, tanımadığım soruşulub. Vüqarın ifadəsinə görə bacısı yenidən dava-dalaş və səs-küy salandan sonra daha onunla görüşməyib. Axırıncı dəfə noyabrın 2-də Gəncə şəhərinə gəldim və uşağın məktəbə getməsini gözlədim. Uşaq məktəbə getdikdən sonra fikrim evə qalxmaq və bacımla söhbət etmək idi. Uşaq məktəbə getdikdən sonra fikrim evə qalxmaq və bacımla söhbət etmək idi. Həmin vaxt mən avtomobildə gözləyirdim. Bundan məlumat tutan bacım oraya gəldi, gəlişimin səbəbini soruşdu. Mən də söhbət etmək üçün gəldiyimi bildirdim. Bacım səs-küy saldı. Buna buranın yaşayış yerinin olduğunu bildirərək evə qalxmağı təklif etdim. Daha sonra söyüş və təhqirlər oldu. Nəticədə bu hadisə baş verdi. Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüqar 19 il müddətinə azadlıqdan məhrum olunub.